Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? Bütün hallarda məncə xəstəliklər də artıb. Müasir həyat şəraitimiz, belə deyim, qidalanma rasyonumuz, ətraf mühitin çirklənməsi deyək, radiasiya deyək, qlobal istiləşmə deyək, düşdüyümüz bu informasiya burulğanında aldığımız bizə lazım olan, olmayan bu informasiyanın bizdə yaratdığı stresin təsiri deyək. Bunlardan bəzən xəstəliklər də həqiqətən çoxalıb, xəstəliklər gəncləşib, artıq əvvəllər 50-60 yaşından sonra rutin araşdırdığımız xəstəlikləri artıq 10 yaş gəncləşdirib araşdırmağa başlamışıq. Tüm dünyada belədir. Bir digər məsələ, məncə bizim Azərbaycan ölkəmiz üçün xəstəliklərin diaqnostikası artıq əlçatan olub, geniş olub, artıq bölgələrimizdə belə böyük mərkəzlər olub. Sadəcə xəstəliyin artması yox, xəstəliklərin diaqnostikası yaxşılaşdığı üçün bəlkə insanların gözünə xəstəlik çoxalıb, əvvəl bu qədər xəstəlik yox idi deyirlər. Mənə bəzən deyirlər, kətdə niyə yox idi? Deyirəm, kətdə kimin təzyiqini ölçmüşdülər, kimin şəkəri baxılmışdı, kim nə bilim gedib bir, o zaman təbii ki 40-50 il yox idi hər rayonda, hətta o adi bəsit ultrasəs müayinəsi belə yox idi, amma indi kəndlərdə belə var. İnsan bəzən gedir, yoxlanır, xəbəri olur o xəstəliklərdən. Bəzən xəstəliyin mahiyyəti olmayan xəstəliklər var, xüsusən həssas insanların xəbəri olmasa belə yaxşıdır. Olur, özünə əlavə stres edir, dərd edir. Bunlar da var. Yəni ona görə düşünsək, həm xəstəliklər çoxalıb, həm insanların səhiyyə maarifi artıb, xəstəliklər daha çox insanlar öncədən check-up dediyimiz müayinələrdən keçir, öz xəstəliklərindən daha erkən vaxtında və çoxunun xəbəri olur.